Salam aleyküm əziz fermerlərimiz. Hər birinizi xaçmaz bağçılıq olaraq Quba bağlarından salamlayırıq. Rasim müəllimlə Şaftalı bağlarına bir baxış keçiririk. Deməli, əməkdaşlıq elədiyimiz dəyərli fermerimiz Davud qardaşın bağındayıq. İşlərində uğurlar arzulayırıq. Rasim müəllim, bağ barədə təəssüratlarınız nədir? Bir neçə dəfə bura gəlmişik inşallah. Deməli, bağ çox səliqəli, yaxşı bağdır. Hər bir aqrotexniki tədbirləri yerli-yerində vaxtında görülür. Sortlar deməli Babilyondur, Contessadır. Bu Contessa sortudur. Bağ xəttına qəşəng sort. Fermer qeyd elədi ki, yəni keçən il mən bura gəlmişdim. Keçən ilki kimi deyil. Yenə Allah bərəkət versin. Tutum nisbətən zəifdir, amma yenə də yenə də əlbəttə ki, yəni bir qazanc əldə eləyəcək inşallah. Şaftalın o tərəfi var ki, yəni hər bir variantda yenə də nəsə gətirir. Tonaj verir. Tonaj verir, bəli. Bu ən çox populyar sortlardan biri son zamanlarda, düzdür. İndi gündəmə düşən çeşidlər var. Biz onlardan gələcəyə doğru videolar çəkəcəyik, danışacağıq və indi tingini də inşallah ki hazırlayarıq. Amma bu 2 il bundan qabaq və bugün də ən çox adları çəkilən çeşidlərdən biri Contessa və Babylon idi. Bugün istədik elə çəkilişə bunlardan başlayaq. Siz də fikir verirsə bir o qədər gilasdan danışmışıq ki, Şaftalı danışanda biraz sakit danışırıq. Amma ki, çünki fermerlərimiz bağları salır, bir tərəfdən də ancaq da gilas bağlarına yüklənmək düzgün deyil. Yəni balansı qorumaq lazımdır. Contessa çeşidimiz budur. Bax, bir hər il meyvə verir, stabil olaraq. Gördüyün kimi. Yəni hələ bu çətin ildə bu cür bir meyvə. Seyrəltmə filan deyiliblər. Deyək ki, bilsəydik seyrəltmə qədər gitməzdi. Burada məsəl üçün Babylon çeşidimizdir. Bunda kalibr daha böyük olur. Daha böyük olur. Nisbətən biraz çatı olur. Bəli. Babyonun belə bir xüsusiyyəti var ki, ortadan belə bir xətt gedir. Bəli. Belə bir xətt gedir. Hər bir çeşidin elə bir öz gözəlliyi və müsbət və mənfi cəhətləri olur elə bir. Babylon kalibri böyükdür. Bəli. Ümumi bir istis bağı gəzək baxaq. Bu cərgən, 2 dənə cərgən ilə tutuzdurduq ki, yan-yana ikisini çəkiliş edib göstərə bilək. Burada deyəsə üzləmə eləyiblər bir dəfə. Bir dəfə üzləmə olunur. Üzləmə olunur ki, digərlərinin də kalibri böyüsün. Bir dəfəlik hamını Şaftalıda, bir dəfəlik hamını yığmalar. Bəli, bəli. Babylon çeşidi. Gördüyün kimi, bax. Bu cür gətirib. Bu bağdan çox gözəl nəticələr götürülüb. Bu il isə yenə də şükür. Bir dənə sonra tərif göstərək. Baxın, nə gözəl meyvədir. Bu Contessadır. Bəli. Contessa. Baxın, bar xatt. Bayaq Davud qardaş da dedi ki, bar xattlığına görə Contessa daha üstündür. Amma kalibrinə görə Babylon üstündür. Siz bir dənəsini bölək, içinə də baxsın. Özü çat yerindən bölünür başlayın. Bəli, bəli, çox gözəl meyvəsi var. İndi bizim bəzi deməli tamaşaçılar deyir ki, yerli meyvələr belə olur, yerli meyvələr belə, yerli sortlar. Birincisi, yerli sort deyilən bir şey yoxdur. Bütün sortlar gəlmədi, xaricdən gəlib hər zaman, hər dövrdə. İndi bax, bunlar da gəlib, fikir verirsinizmi? Bərkdir, transportabilnidir, logistikaya davamlı sortdur. Ləti də gözəldir. Bəli, dadı da çox gözəldir. Dadı da çox qəşəngdir. Ona görə də bunun gələcəyi var bu sortların. Şaftalıda gün-gündən təzə çeşidlər çıxır, ona uyğun. Hər zaman təzə sortlar çıxır. Təzə sortlara üstünlük göstərirlər. Yəni adını çəkiləndə deyir, yerli sortlarımızı bir rəy oxudum. Yoldaş yazmışdı ki, yerli sortlarımız sıradan çıxır, onlara üstünlük göstərir. Yerli sortlar artıq bazar rəqabətinə dözə bilmir. Ona görə fermerlər də o birisi sortlara üstünlük göstərir. Yerli sortlar dediyimiz çeşidlər də qoya bizim ixtira elədiyimiz çeşidlər deyil ki, yəni bizim fermerlər onu ixtira edir. Onlar da gəlir. Hətta Bakı bazarına gedib çatanda artıq yumuşalmış vəziyyətdə olurdu. Ona görə belə dadı da pis deyil, briksi da yüksəkdir, çox gözəl sortlardır. Yəni heç bu bağa çox da dərman da vurulmayıb heç. Bayaq Davud qardaş dedi. Yəni belə baxın, gözəl də meyvədir. 3-5-ə sxemi ilə 3-5-ə bəli, 3-5-ə ideal bir sxem.
ağacı da kompakt saxlamaq olur. Bağ da çox buduma. səliqəlidir. Davud yaxşı işləyir həqiqətən. Mən fikir verdim rəsmən bayaqdan. Bir dənə xəstəliyin nəsə budağa rast gəlmədim. Öz üstünə düşən artıqlamasını eləyir. Xeyirli bərəkətli olsun inşallah. Babilonu da kəsib göstərəyim məsələn. Babilyonu mu? Bir də orada aşağıda babilonu var. Güclü de. Kontesa mı? Süper abi. Mesela bu. Bu da deməli digər bir nektarın çeşididir. Çox gözəl nektarın çeşidi. Netix 25. Çox gözəl, mənim xoşuma gəldi. Yəni belə qəşəng. Qarnem calaqaltısı üzərində 5-in 3-ə əkilmiş. 4-cü ilin bağı. 4-cü ilin bağıdır. Davud qardaşımızın bağıdır. Davud qardaş indi zəhmətkeş formadadır deyə biz onu çəkə bilmirik. Yaxşı sortdur, çox Gətirməyə gözəl zaten sort. normal davud. Çox qəşəng. Narazı deyiləm. Mənfi cəhəti nədir? Müsbəti nədir? Mənfisi nədir? Belə deyim də 3 dəfə yığıram. Mən belə Yüzləmə. 3 yüzləmə ilə bir yüzləmə üstlərini yığmışam, ikinci yüzləmə artıq orta hissəsi, birazdan da bir 4-5 günə də alt hissələrini tam yığıb qurtaracaq. Aha. Mən narazılığım yoxdur, hər şey qaydasındadır. Hər il gətirir də. Gətirir, mən gətirməyən günün görməmişəm. Ha, maşallah, xeyirli olsun. İndi bəzi çeşidlərimiz olacaq ki, onları inşallah ki yetişdikcə onlar da çəkib tanıtım eləyərək. Biz gilasdan çoxlu videolar, çeşidlər filan ətraflı çəkmişik. Amma şaftalda indi yavaş-yavaş başlayırıq ki, fermerlər onları da tanımaq istəyir, onlardan da əkmək istəyir, görmək istəyir qabaqdan. Amma bu şərait də hər dəfə yaranmır. Çünki tanımadığınız insanların bağına girib rahat nəysə görə bilmirsiniz hər dəfədə. Ona görə biz belə çəkilişlər edib siz üçün şərait yaratırıq ki, meyvə çeşidlərini tanıyasınız və ona uyğun bir seçim edib əkim apara biləsiniz. Hər kəsə işlərində uğurlar.